9 ilden sonra bir aileye iki kat sevinç bahşettik. Düzgün diagnoz, düzgün müalicə nəticəsində təbii yolla qızımız əkiz hal-hazırda həmlədir. Problemləri çox idi. İlk problemi hormonal problem, ikinci problem rezerv az idi. Bir yumurtalıqda ümumiyyətlə demək olar bir dənə, iki dənə folikul var idi, amma o birisində normal idi. Boru faktoru problemi, folikul yetişib partlamırdı. 6-7 kurs müalicə nəticəsində 3-4 dənə folikulumuz yetişdi, partladı. Stimulasiya nəticəsində 3-4 dənə folikulumuz yetişdi, partladı və gözəl həbərlə qızımız gəldi. Əkiz həmləlikdir və sizinlə bir yerdə istəyərdik. Baxaq bu möcüzələrə. Bir dölümüz. Artıq 12 həftəyə çatmışıq. Bu arada qeyd eləmək istəyirəm ki, həmləliyimiz riskli keçir, hematoma, qanaxma, ürək qurusu pozitivdir birinin. İkinci bəbəçkamızın döyüntüsü pozitivdir, hər şey yaxşıdır. Sizi təbrik edirəm. Çok sağ olun Elmira Hanım. Bugün sizin sayenizde embriyonların daha da büyümüş formasını gördüm. Çok heyecanlıyım. Yani ki artık formalaşıblar da. Önce Allah, sonra sizin sayenizde 9 ildən sonra sevincimize sevinç kattınız. Sadece diğer həkimlərdən fərqli olarak buraya gələndə çox ümidliydim. Həqiqətən çox ümidliydim. Hətta oradan çöldə siz şəkillər yapışdırdım sizə balaca. Yoldaşıma gəlin dedim ki, görəcəksən burada bizim de şəklimiz olacaq. İnşallah. O da dedi ki inşallah. Yani çok inanlıydım. Size çok inanırdım. Elə ilk zəngdən, sizlə ilk görüşümdən dedim ki olacaq da. İnşallah ki olacaq. Elə də oldu. Allah sizdən razı olsun. İnşallah sağ-salamat qucağımıza alıp gedərik. Axıra kimi çataq, körpələrini sizi yola salaq, istəyənlərə də qismət olsun. Möcüzə balalarımızın yolunu gözləyirik. Bəli, əlbəttə ki çətindir, həmləlik çətin keçir. İnşallah Allah 9 il gözləyirdik. 9 ay bundan sonra da az qalıb artıq. 12 həftə, 13 həftə keçib. Artıq ən ağır momentlər keçib. İnşallah axıra kimi çatar. Sizə də qismət.